Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Gəncədə keçiriləcək 3-cü MDB oyunları ilə bağlı Nizami yurdunda geniş miqyaslı təmir, tikinti və abadlıq işləri görülür. Hazırda şəhərin bir sıra küçə, prospekt və məhəllələrində çoxmənzilli və fərdi yaşayış evlərinin fasadlarının təmiri aparılır. Bununla yanaşı bir sıra fərdi evlərin dam örtükləri də yenilənir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işlərin gedişatı ilə yerində tanış olmaq üçün şəhərin Nəriman Nərimanov və Təbriz prospektlərinə baxış keçirib, aidiyyatı üzrə müvafiq tapşırıq və tövsiyələrini verib. Şəhər rəhbəri həmçinin Gəncəçay Park Bulvar kompleksi və Bayraq meydanında aparılan yenidən qurma işlərini izləyib, Xanbağı İstirahət Parkında görülən abadlıq tədbirlərinə baxış keçirib. Ümumi sahəsi 60 min kvadrat metr olan bu parkda ehtiyac duyulan ərazilərdə tamet daşları yenilənir, süni göl əsaslı şəkildə yenidən qurulur. Ərazidə yerləşən Yaşıl Teatrda da təmir bərpa işlərinin aparılması nəzərdə tutulur. Niyazi Bayramov şəhər sakinləri ilə də görüş keçirib, görülən işlərlə bağlı onların fikirlərini dinləyib. Gəncəlilər ilk növbədə şəhərdə aparılan abadlıq və yenidən qurma işlərinə görə dövlət başçısına dərin təşəkkürlərini bildiriblər və öz təkliflərini səsləndiriblər. Məlumat üçün qeyd edək ki, ümumilikdə şəhərin 35 küçə və prospektində yerləşən çoxmənzilli və fərdi yaşayış evlərinin fasadlarının təmiri nəzərdə tutulur. İstirahət parkları və meydanlarda görülən işlər çərçivəsində isə 175.900 kvadrat metr ərazinin abadlaşdırılması planlaşdırılır.